Sami müəllim, bugünkü tədbir haqqında, bugünkü yarış haqqında nə deyə bilərsiniz? Bugünkü tədbir haqqında biz bildiyiniz kimi Cənub İdman Klubu müntəzəm olaraq şəhidlərimizin xatirəsinə həsr olunmuş boks üzrə yarışlar keçirdirik, turnirlər keçirdirik. Bugünkü yarışımız da Yardımlının şəhidləri, Yardımlı rayonunun şəhidləri, şəhid Qiyas Əzizov, şəhid Fəyaz Masiyev, şəhid Şahin Abdullayev, şəhid Arif Bağırov, şəhid Səyyar Ağayev, şəhid Vüqar Balıqlanov, şəhid Rasim Rüfullayev, şəhid Elşən Sultanlının xatirəsinə həsr olunmuş boks turnirimiz bugünə təsadüf edir. Və bugünkü turnirdə klublar arası yarışda 14 komanda 160 idmançı iştirak edir. Bizim məqsədimiz boks yarışında idmançılarımızın təcrübəsini artırmaq, gələcək ölkə çempionatında, Avropa çempionatında, dünya çempionatında bu yarışlardan təcrübəli boksçular yetişdirməkdir məqsədimiz. Eyni zamanda da yarışımızı keçirdirik və bu diplomlarda, fəxri diplomlarda gördüyümüz kimi şəhidlərimizi yad edirik. Yəni bizim hamımızın borcudur ki, hər kəs öz sahəsində şəhidlərimizi tanıtmalıdır. Çünki bugünkü gün bu vətənimizdə başı dik, rahat yaşayırıqsa, ölkə başçımız, Ali Başkomandan, Cənab Prezidentimiz İlham Əliyevin hesabına, ordumuzun hesabına, şəhidlərimizin hesabına, qazilərimizin, veteranlarımızın hesabınadır. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə, veteranlarımıza Allahdan can sağlığı veririk. Biz idmançılar, həmişə məşqçilər, prezidentimizin arxasındayıq, dövlətimizin yanındayıq. Məqsədimiz belə yarışlardan, belə turnirlərdən gələcəyin Azərbaycan çempionların seçmək, yığma komandaya idmançılar hazırlamaq və əsas məqsədimiz də, biz məqsədin əsas məqsədi də Avropa çempionu, dünya çempionu, olimpiya çempionu yetişdirmək, bayrağımızı xarici ölkələrdə dalğalandırmaqdır.